Futsal üzrə Azərbaycan milli komandası Bakıda keçirdiyi təlim məşq toplanışını uğurla yekunlaşdırıb. Komanda qarşıdakı yoldaşlıq oyunlarına hazırlıq çərçivəsində intensiv məşqlər həyata keçirib. Komandanın baş məşqçisi Yevgeni Kukseviç oyunlardan əvvəl millinin vəziyyəti barədə məlumat verib. Komanda çox məhsuldar məşq toplanışı keçdi. Bu müddət ərzində həm taktiki, həm texniki, həm də psixoloji baxımdan ciddi hazırlıq apardıq. Qarşıdakı günlərə də psixoloji cəhətdən hazırlaşmışıq. Təbii ki, görüləcək işlər hələ çoxdur. Komandamızın əsas məqsədi ölkəmizi ən yaxşı şəkildə təmsil etmək və meydançada uğurlu nəticə əldə etməkdir. Hər iki komanda güclü rəqibdir və bu cür oyunlara hazırlaşmaq bizim üçün yaxşı təcrübədir. Nəticə əlbəttə ki, önəmlidir. Lakin bu oyunda əsas məqsəd qeyd etdiyim kimi, ölkəmizi layiqincə təmsil etməkdir. Komandadakı ab-hava çox müsbətdir. Eyni zamanda oyunçuları psixoloji cəhətdən də hazırlamışıq. Millinin kapitanı Emin Kürdov və futsalçı Novruz Kazıxanov oyunlar barəsində fikirlərini bildiriblər. Qarşıda bizi ilk iki oyun gözləyir. Gürcüstan millisi ilə yoldaşlı oyunlar gözləyir və daha sonra Bakıya yollanıb və bir gün sonra Qazaxstana yollanacaq. Orada da iki yoldaşlıq oyunumuz var. Komandanın yəni deyərdim potensialı var ki, oyunlarda yaxşı bir çıxış eləmək. Təbii ki, bu yoldaşlı oyunlarıdır. Burada məşqçimizin vurğuladığı kimi də əsas bizim üçün burada nəticə o dərəcədə önəmli deyil. Əlbəttə ki, biz meydana çıxacaq millinin adından qələbə üçün, amma bildiyiniz kimi də qarşıda dünya çempionatının seçmə mərhələsinin oyunları var oktyabr ayında və əsas məqsəd o oyunlara hazırlıqdır və bu yöndən də bizim bu təlim məşq toplanışımız başlayıb gedir və qarşıdakı oyunlara da biz ciddi hazırlaşırıq. Bəli, hazırlığa başlatdıq. Fiziki həm taktiki baxımdan məşqçinin dediklərinə əməl edirik. Oyunlara hazırlaşırıq. Qabaqda 4 dənə çətin oyunumuz olacaq. Gürcüstanla 2 dənə, sonra Qazaxstanla 2 dənə oyun olacaq. Gürcüstan millisi axırıncı Avropa çempionatında iştirak ediblər. Yəni qruplar çətin idi, amma qrupların çətin olmağına baxmayaraq yaxşı nəticələr əldə ediblər. Həmçinin Qazaxstan millisi də inkişafda olan millidir. Cavan oyunçuları və belə deyək, legioner 1-2 nəfər də var. Higit Adayatson, yəni yaxşı oyunçuları var. Yəni əlimizdən gələn ən yaxşısını eləyəcəyik. İnşallah Allahın köməyi ilə də yaxşı nəsillərlə qayıdacaq vətənə. Heyətə dəvət olunan futsalçılardan Ülvi Əliyevin yüngül zədəsi var. Futsalçı bugündən etibarən kollektiv çalışmalara qoşulacaq. Qeyd edək ki, millimiz bugün Gürcüstana yola düşəcək. Komanda Tbilisidə yerli yığma ilə aprelin 9-da və 11-də 2 yoldaşlıq oyunu keçirəcək. Hazırlıq mərhələsinin növbəti hissəsində isə Azərbaycan millisi Qazaxstana səfər edəcək. Yığmamız bu ölkənin millisi ilə Aktau şəhərində aprelin 13-də və 15-də qarşılaşacaq.